Milli Məclisdə şok müzakirə, Azərbaycanın adının dəyişdirilməsi müzakirə olundu. Dəyərli izləyicilər, kim təklif edib bunu, ölkəmizin adını nə qoymaq istəyib və bu barədə xəbəri diqqətinizə çatdıracağım. Üstəgəl düyməsini vurub öncə kanalımıza abunə olun. Deməli, Azərbaycanın adının dəyişdirilməsi yenidən gündəmə gəlib. Belə bir təkliflə növbəti dəfə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev çıxış edib. O, yeni konstitusiya dəyişikliklərində Azərbaycanın adının dəyişdirilməli olduğunu diqqətə çatdırıb və onun fikrincə ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Mövzu ilə bağlı Bakı-Postda açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, dövlətimizin adının dəyişdirilməsinə ehtiyac yoxdur. O deyib ki, Azərbaycanın şimalı da, cənubu da elə Azərbaycandır. Ona görə də ad dəyişikliyinə ehtiyac yoxdur. Qeyd edək ki, dəyərli izləyicilər, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin fikrincə, yeni konstitusiya dəyişikliklərində ilk nəzərdə tutulan məsələ Azərbaycan dövlətinin adının dəyişdirilməsi olmalıdır. Qüdrət Həsənquliyev hesab edir ki, müstəqil Azərbaycan dövləti bütöv Azərbaycanın cəmi 20%-ni təşkil edir və bu səbəbdən deputatın fikrinə görə Azərbaycan adına iddia etməyə haqqımız yoxdur. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən ikiyə bölünüb. Siz də fikirlərinizi yazın, bildirin. Razısınızmı Qüdrət Həsənquliyevin sözləri ilə?